Vatikanın gizli arxivləri dünyada ən çox maraq doğuran və eyni zamanda ən çox sual yaradan yerlərdən biridir. Min illərdir nəinki sıravi insanların, hətta alimlərin belə içəri girməyinə icazə verilməyən bu arxiv elə bil dünya tarixinin özüdür. Deyirlər ki, əgər bu arxiv tam açılsa, bəlkə də tarixi yenidən yazmağa ehtiyac olacaq. Çünki burada 85 kilometr uzunluqda rəflər, 35 milyondan çox sənəd və təxminən 1000 ilə yaxın tarix saxlanılır. Bu sənədlər elə köhnədir ki, bəziləri heyvan dərisinin üzərinə yazılıb, bəzisi papirusdandır və onlara toxunmaq belə təhlükəlidir. Vatikan deyir ki, bu arxiv əslində gizli deyil, sadəcə şəxsidir. Yəni papanın şəxsi sənədlərini saxlayan yerdir. Amma sual yaranır, əgər hər şey bu qədər sadədirsə, niyə ora giriş qadağandır? Niyə tədqiqatçılar orada istədikləri kimi axtarış edə bilmirlər? Əslində qayda çox sərtdir. Arxivə yalnız xüsusi icazə alan alimlər daxil ola bilir və onlar da istədikləri sənədi seçə bilmirlər. Gərək sənədin dəqiq adını biləsən ki, sənə göstərsinlər. Sadəcə içəri girib mən araşdırmaq istəyirəm demək mümkün deyil. Arxiv o qədər qapalıdır ki, insanın içində daha çox sual yaranır. Bəs orada nə var? Arxivdə saxlanılan sənədlər dünyanın ən böyük tarixi hadisələrini aşkar edir. Məsələn, Qalileonun İnkvizisiya məhkəməsinin orijinal protokolları buradadır. Kolumbun yeni dünyaya dair məktubları, Templar cəngavərlərinin məhkəmə sənədləri, orta əsrlərdə cadugərlikdə günahlandırılan insanların ifadələri, Napoleona, Hitlerə, Mussoliniyə aid diplomatik yazışmalar. Hamısı Vatikanın gizli arxivlərindədir. Hətta plaq epidemiyası dövrünə aid qeydlər, qədim dini mətnlərin orijinal nüsxələri və bir çox ölkələrlə bağlı gizli hesabatlar da burada saxlanılır. Bütün bunlar kifayət qədər maraqlıdır, amma arxivin ən çox danışılan tərəfi onunla bağlı olan gizli iddialardır. Məsələn, bəzi nəzəriyyələrə görə burada İsa Məsihin həyatı ilə bağlı açıqlanmamış mətnlər var. İddialara görə İncildən çıxarılan qədim kitabların orijinal formaları da məhz buradadır. Bəziləri deyir ki, bu mətnlər açıqlansa, xristian dünyasında çox şey dəyişə bilər. Vatikan bu kimi iddiaları təkzib edir, amma arxiv qapalı qaldıqca bu şübhələr daha da artır. Bəzi araşdırmaçılar hesab edir ki, arxivdə dünyanın ən qədim xəzinə xəritələri saxlanılır. Böyük coğrafi kəşflər dövründə yazılmış çox gizli xəritələr, ərazilər, itmiş şəhərlər haqqında qeydlərin burada olduğu düşünülür. Hətta Eldorado ilə bağlı məlumatların belə buradan çıxa biləcəyi deyilir. Yenə də heç nə təsdiq olunmur və bütün sir olduğu kimi qalır. Cadugər ovları dövründə minlərlə insan məhkəməyə çıxarılıb, əksəriyyəti dəhşətli şəkildə öldürülüb. Onların kim tərəfindən şikayət edildiyi, niyə günahlandırıldığı, məhkəmədə hansı sözləri dedikləri, hamısı bu arxivdə qorunur. Hər bir sənəd bir insanın həyatının son səhnəsini əks etdirir. Templar cəngavərləri haqqında sənədlər də çox sirli sayılır. Dünyanın ən güclü ordenlərindən biri olan templarların birdən-birə yox olması, xəzinələrinin itməsinin səbəbləri bu sənədlərdə yazılır deyənlər var. UFO-larla bağlı da iddialar var. Güya arxivdə qədim dövrdə səmanın üzərində görülən qəribə işıqlar, izah olunmayan uçan obyektlər haqqında yazışmalar mövcuddur. Vatikan bunları da rədd edir, amma yenə də sir böyüməyə davam edir. Azərbaycanla bağlı sənədlər isə ayrı bir xəzinədir. Bu arxivdə Səfəvi dövrü, Qafqaz Albaniyası, Şirvanşahlar dövləti və Azərbaycan şəhərlərinə dair çox qiymətli məlumatlar saxlanılır. Şah İsmayılla Roma papaları arasında yazışmaların bir hissəsi burada qorunur. İtalyan missionerləri vaxtilə Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan kimi bölgələrə səfər edib və gördükləri hər şeyi qeyd ediblər. Onlar insanların adətlərini, yaşayış tərzini, o dövrdə aparılan müharibələri yazıblar. Bu qeydlər bizdə olmayan, heç yerdə tapılmayan tarixi məlumatlardır. Bəzi mənbələr deyir ki, arxivdə Qafqaz Albaniyası dövrünə aid xəritələr var. O xəritələrdə o dövrün kilsələri, şəhərləri və yolları göstərilir. Əgər bunlar açıq olsa, Azərbaycan tarixinin çox qaranlıq qalan məqamları aydınlaşa bilər. Amma Vatikan bu sənədlərin böyük hissəsini hələ də açmır. Yalnız kiçik bir bölümü araşdırmaçılara göstərilib. Arxivin alt qatları daha sirli zonalardır. Ora insanlar yalnız xüsusi qoruma altında buraxılır. Temperatur, hava, nəmişlik xüsusi qurğularla tənzimlənir. Çünki sənədlərin bəziləri o qədər köhnədir ki, bir toxunuşla parçalanıb dağıla bilər. İçəri daxil olanlar deyir ki, ora girəndə sanki tarixin nəfəsini hiss edirsən. Sükut içində 1000 il əvvəldən gələn sözləri eşidirmiş kimi olursan. Bütün bu qadağalar, gizlilik və sir insanların marağını daha da artırır. Bu arxiv açıq olsaydı, bəlkə də bu qədər cazibədar olmazdı. Amma qapılar qapalı qaldığı halda hər kəs düşünür, bəs əslində orada nə gizlədilir?
İnsanlığın ən böyük suallarına cavab ola biləcək mətnlər ordadırmı? Əgər açıqlansaydı, indiki dinlər, tarixi biliklər, siyasi tarix dəyişərdimi? Bir sözlə, Vatikan gizli arxivləri sadəcə sənədlərin yığıldığı yer deyil. Bu bütün dünyanın ən böyük sirr anbarıdır. Orada nə olduğunu dəqiq heç kim bilmir. Amma bir şey dəqiqdir. Bu arxiv min illərin cavabsız suallarını, ən gizli hekayələrini və tarix boyu gizlədilən məlumatları özündə saxlayır. Və bu səbəbdən də dünyanın ən maraqlı, ən mübahisəli və ən çox danışılan məkanlarından biri olaraq qalır. Belə bir videonun daha sonuna gəldik. Bu cür videoların davamlı olmağını istəyirsinizsə bizə abunə olub, şərh yazmağı unutmayın.